Hər kəsə salam. 2025-i xilas edirəm gün 7-yə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndəyə başladığım bu marafonda bu gün maariflənirik. Deməli qərar verdim ki, bu gün kitabları sərgiyə salım, sayım görüm neçə kitab oxumuşam. İl sonuna kimi bir hədəf qoyum ki, dekabr bitəndə neçəyə tamamlamalıyam. Yəqin ki, ya sonu 5-li ya da 0-lı bir ədədə tamamlayacağam. Və ona görə də başlayıram burada kitabları sərgiyə salmağa və arada Şirin Portağal Ağacı və Atomik Vərdişlər kitabı da gəlmişdi. Onları belə oxumadığım üçün kənarlaşdırdım. Yalan və aldatmacaya yer yox. 2025-ci il üçün belə bir qərara gəlmişdim ki, klassikləri oxuyum. Düzdür, klassiklərdən oxuduğum bir sıra əsərlər var idi. Amma yenə də niyə yenidən oxumuyum və niyə oxumadıqlarımı oxuyub maariflənməyim deyə qərar verdim və başladım klassiklərin kitablarını axtarıb almağa. Və bu il həqiqətən də bir çox klassik əsər oxumuşam. Məsələn, mən Kiçik Şahzadə fan olduğum üçün burada Kiçik Şahzadədən 3 fərqli kitab gördünüz. Niyə? Çünki bir əsəri hətta bir həftənin içində belə yenidən oxuyanda yeni nəticəyə gələ bilirsən. Nə olsun ki, son dəyişmir. Yenə də sən bir yeni nəticəyə gələ bilirsən. Oradan bir özün üçün həyat dərsi çıxarda bilirsən ya da nəyinsə bağlı fərqindəliyini artır və s. Nəysə, burada da klassikləri sərgiyə salıram. Burada niyə belə yığdığım əgər sizə maraqlıdırsa, orada üstlərində rəqəmlər yazılıb. Mən də rəqəmlərə görə sərgiyə salıram ki, sırası ilə olsun. Klassiklərlə digər kitablar birlikdə bu il ərzində totalda 38 kitab oxumuşam. Demək ki, dekabr ayının sonuna kimi mütləq şəkildə 2 kitabda oxuyub bu rəqəmi 40-a tamamlamalıyıq. Əslində mənim vaxtım alan bilirsiniz nə oldu? Yay tətilində Anna Kareninaya başlamağım. Mən üçün tətildir, dərs vaxtı isə dərs vaxtıdır. Məqsəd məcburiyyət yox, həvəsdən eləmək olduğu üçün bu işin üstündən çox da ciddi getmədim. 800 səhifəlik, hətta 900-ə yaxın səhifəsi olan bir kitabdır. 300-ünü oxudum, sonra gördüm ki, alınmır. Yəni içimdən bu istək gəlmir. Ona görə də özümü məcbur eləmədim və Anna Karenina tamamlamadım və tətili yeyib yatıb gəzməklə keçirdim. Bir də arada hobbilərlə məşğul olurdum təbii ki, amma arada. Ona görə də biraz kitab sayında azlıq var. Amma heç olmamasındansa olması yaxşıdır. Təbii ki, burada məqsəd rəqəmlərin sayını artırmaqdır ki, 100 kitab oxuyub heç nə xatırlamayandan sonra, heç nə əldə eləməyəndən sonra bir mənası da qalmamış olur. Bu il kitablar cəhətdən çox səmərəli bir il idi. Çünki birlikdə ağladığım, güldüyüm, onlarla əyləndiyim bir sıra kitabları oxudum, bir sıra nəticələrə gəldim. Maraqlı həyat dərsləri çıxartdım ya da ki, həqiqətlərlə bir daha üzləşmiş oldum. Və burada bir sıra kitablar var ki, onlar mənim top 5-imdə, top 10-umda, top 3-ümdədir. O kitablarla bağlı ümumilikdə, yəni sırf onların hekayəsini izah edən bir kitab haqqında danışmaq istəyərdim. Bunu da bilmirəm, ya marafon boyu çəkərəm, ya da marafondan sonra nə vaxt ürəyim istəsə onu da çəkərəm. Və bu il oxuduğum 40 oxuyacağam. Təbii ki, mütləq 40-a tamamlayacağam. Sonu ya 0-lı ya da 5-li bir rəqəmi tamamlamalıyıq. Kitablar haqqında ayrılıqda məlumat verəcəm. İlk olaraq danışacağım klassiklərdən qeyri oxuduğum kitablardan. Qısaca sadəcə məlumat verəcəm ki, hansı kitabda nədən danışılır, almağa dəyərmi, oxumağa dəyərmi, yoxsa vaxt itkisidirmi? Sonra da klassiklərdən danışacağam və bu klassiklər əlimdə olan kitabların 1/3 və sair ya olar, ya olmaz. Heç bir fikrim yoxdur, amma yəni oxuduğum hissə oxumadığımdan azdır. Və ona görə də 2026-da da tam qaz oxumağa davam. Sadəcə 2026-da ilk olaraq klassiklərdən başlamayacağam işə. Mütləq şəkildə əlimdə olan başqa kitablar var ki, həm onu sərgidən almışdım, sizinlə paylaşmışdım. Digər bir tərəfdən də özümün aldığım kitablar var. Onları mütləq oxumalıyam. Çünki mən maraqlı olan içində nədən bəhs edir. Ondan sonra isə yenidən klassiklərə keçid eləyəcəm. Yenidən bacardığım qədər oxuyacağım. Bacardığım qədər yeni həyat, fərqli yaşayış tərzi, fərqli düşüncə tərzi ilə tanış olacağam. Yəni 7-ci günümüz bundan ibarətdir. Sizə kitablarımı göstərdim, onları sərgiyə saldım. Yəqin ki, digər günlərdə də ümumilikdə bu kitablarla bağlı danışar və fikirlərimi də sizlə bölüşərəm.